Guşə qıl, ey ki bilirsən özünü vaqif-ikar, ey çağırır, ey özünü bütün elmlərə vaqif və elmlərdən agah bilən insan. Var axı el adamlar, görürsən ki, nədən deyirsən ondan danışır. Nədən danışırsan o da ondan danışır. Vay o insanın halına. Guşə qıl, ey ki bilirsən özünü vaqif-ikar. Əgər bilirsənsə, dalın belə gətirir. Agah ol, gör ki, nədir nalə-i ney, nəğmə-i tar. Nədir ol xüşkü olan çubudə bu nalə-i zar. Xüşk quru deməkdir, çub da, ağacdır da, tut ağacındandır. Tut ağacından, zəlmə bir. Deyir ki, Əbu Əli İbn Sina bir musiqi aləti düzəldirdi, yəni, qoymuşdu bir parça taxtanı qabağına, yavaş-yavaş xahiş elə. Qazıyır, çəkirdi üstünə simi, səs gəlmirdi, heç nə əmələ gəlmir. Hə, əlləşir, əmələ gəlmir. Gördü bayırdan bir dənə gözəl oxumaq səsi gəlir. Ləzzət elədi onca, biraz da bu işdə yorulmuşdu. Dedi, bir çıxın bayıra görüm, kimdir bu? Çıxdı, gördü bir cavan oğlandır. Oxuya gedir, əntiqə səsi var ki, Rövşən kimi, sonra Orxan kimi, Həsən kimi, mənim kimi yox. Gözəl səslə oxuyur bu. Saxladı bunu. Salam mələk, əleyhissalam. Bu da bilmir, bu Əbu Əli İbn Sinadır. Bilmir, cavan oğlandı, yedi işinin gizində. Ay oğlum, nə yaxşı oxuyursan sən? Dedi ki, belə də keyfim kökdür. Hara gelsən, dedi, qonaqlığa gedirəm, mənə qonaq eləyib bir nəfər dostum. Gedirəm onlara yiyib içməyə, hindiki dilinə. Gedirəm onlara yiyib içməyə, dedən, laf yaxşı, laf, get. Amma oxuya, get, qoy, biraz da qulaq adım, çox məlahətli səsim var. Bu da əlim qoydu qulağın dibinə, oxuya, getdi. Bu qayıtdı dala başladı, gən o həmin işi görməyə. Çəkir bu simləri, indi o simdir, o vaxtı neydisə, çəkirdi. Əmələ gəlmirdi də, səs alınmır. 2 saat, 3 saat, 4 saat keçdi bu işin üstündən. Yatmağa macaldı, özü də yorulub əlindən düşüb, əsəbləşib. Gördük, binada səs gəlir bayırdan. Adar, heç xoşa gələn səs deyil bu. Acığına gəldi, dedi, bu yorğun vaxtında bu kimdir, mənim beynimi apardı. Çıxın bayıra görün bu kimdir, çıxı gördü, eləmin oğlandı. Dedi, ay oğlum, sən 1-2 saatından qabaq əntiqə oxuya gedirdin, nə oldu sənə? Səsim belə körlandı. Dedi, bəyə gələndə qarnım boş deyisinə yeməmişdi. Ses cumbul-deyirdi, bağışlayın məni, üzr istəyirəm. İndi də buraya sən yemişəm, biz bilməm, səs aldı da, çıxmır səs onu. Dedi, ya demək, taxtanın için qazamaq lazımdır. Gəldi, oturdu, qabağına qoymuşdu o taxta ki, lül ağacdı, tut ağacının kötüyü. Başladı qazamağa, qazadı, çanaq düzəltdi, çəkdi simləri üstünə. Balıq dərsi olur, ya inək dərsi. İnəyin ürəyinin dərisidir bu, abattarın üstündəki. İnəyin ürəyinin dərisidir. Çoxlara elə bir adi şeydir, yox. Onu sən icad eləyən elmi olub da yağın ki, bu səsi bu ilə almaq olar. Gəldi, çəkib düzəldi, gözəl bir musiqi aləti alındı. İndi ona görə də deyir, guşə qıl, ey ki bilirsən özünü vaqif-ikar. Agah ol, gör ki, nədir nalə-i ney, nəğmə-i tar. Nədir ol xüşkü olan çubudə bu nalə-i zar. Quru odun parçasında buna ecazkar səsdir. Din əhli haram deyil axı, elədir də, haramlıq, halallıq məsələsi var. Amma bu Seyd Əzim də balaca adam deyil. Bu Bağdadda, Dəməşqidə, Fardayı sağ oldu, mən də onlara var. Ona görə də bu biraz ixtilaflı məsələdir. Amma indi bir dənə iş var da, bu tardı, durunu böyle herliyoza salarsan haram olar. Heç yer duran hamı çıxar bayra. Amma bir dənə mahurdan, rastdan, şuradan, çağırgahdan, gözəl xanəndə oxuyar, çalğısı salar. Əl-Baba Məmmədova, Allah rəhmət eləsin, biz bir yerdə işləyirdik, konservatoriyada. O an desirdi, deyir ki, Hövsanda toydaydı, məndim, bir də Hacı Məmmədov, böyük sənətkar daxil. Onlar belə 9-10'un yarısı da toyun şirin vaxtı, bir nəfər gəldi, pul qoydu, dedi ki, bir də Hacı Məmmədov bizim üçün çağırgah çalsın. Mən oxuyanam, mənə demədi, dedi, o çağırgah çalsın da. Bu bir çağırgah çaldı.
Dayı necə saldı deyir onu, and içirdi. Saldı qutardı. Toy yeyisi gəldi, dayandı toyxananın tən ortasında. Dedi, ay Cəmal, ölsəndə ya, adı ilə deyim mənə. Gəldi dayandı toy, bu Bakı belə Bakı olub. Gəldi dayandı toyxananın tən ortasında, saat məsələn 10'dur fərz elə. Toyun şirin vaxtı. Dedi, ay Cəmal, bu çağırgahdan sonra vallahi adam gedər yatar da. Bundan sonra musiqiyə qulaq asmağa ehtiyac yoxdur. Mən öz toyumu dağıdıram. Şəxsən mən gedib yatıram. Mən də heç nəyə qulaq asmayacağam. Bax, bunu Əlbaba Məmməd da dəfələrlə bizdə danışmışdı. Öz toyunu deyir, bağladı o bir dənə çağırgaha görə ki, bu musiqidən sonra da başqa musiqiyə qulaq asmağa ehtiyac yoxdur. Yəni, Bakı mühiti belə tələbkar, belə bilici məktəb olub, Bakı məktəb olub. Bunu hamı etiraf eləyir, hamı indi bugün daha çox qəbul eləyirlər. Çünki Bakı məktəbindən onu oxuyanlar ki, gedib dünyadan, indi görürlər doğrudan nəsə çatışmır. Hamı deyir ki, Bakı doğrudan başqa bir məktəb idi, indi də məktəb olmaqda qalır. İndi biraz toylarımızın simaq, bu şəhər toylarına ələxsus dəyişikliklər əmələ gəlir. Vaxt olar inşallah, o da düzələr. Bu sənəti ki, xalq yaradıb, bu qəzəli, bu şeiri, bu Füzulini Nizami gətirib dünya, Nizamini bu xalq gətirib dünyaya. Füzulini bu xalqın Füzulisidir, Nəsimi bu xalqın Nəsimisidir. Ona görə bunlardan bu xalq heç vaxt inkar etməz, kənara qoymaz. Çünki bu bizim canımızda, qanımızda, cövhərimizdə. Qoy Bakı həmişə var olsun, Abşeron məktəbi həmişə var olsun, üzülməz inşallah. Biraz incələ bilər, nazikləşər, amma qırılmaz inşallah. Yenə də o ənənələr davam eləyər. Bax, necə ki, bugün Zır kəndində davam edir. Ona görə ki, agah ol gör ki, nədir nalə-i ney, nəğmə-i tar, nədir ol xüşkü olan çubidə bu nalə-i zar, ki sədasından onun qarət olur səbr-i qərar. Açma sən pərdəni, hər pərdədə var 100 əsrar. Əgər sən cahilanə yanaşırsansa, oradakı sirrilərə bələd deyilsən. Hər pərdədə 100 əsrar oldu. 100 əsrarın içində çox şeylər var. Burada elm var, adab var, burada mərifət var, burada insanlıq ki, hər şeydə sən var burada. Zövq var burada. Sən o sirrilərə bələd olmayanda əlbəttə elə deyəcəksən. Şeirimiz də elədir də. Nəsimi məndə sığar iki cahan, mən bu cahana sığmazam, Gövhər-i laməkan mənəm, Kövn-i məkana sığmazam üçün. Mən bir 3-4 düşmüşəm qapı-qapı, Allah'ın dostu. Ondan bir kəlmə, bundan 5 kəlmə. Bəli, 16 beytdir, mən 16'sını da əzbərləmişəm. Heç mənə bir köpüyü mənə verən yoxdur buna görə. Amma mən əzbərləmişəm bunu. Amma cahil adamın əlinə düşdü, neynədir? Məndə sığar ikinci cahan, mən bu cahana sığmazam, Gövhər-i laməkan mənəm də. Elədir bunu belə. Cahil adamın əlinə düşəndə bax haram olur, belə olur. Çörəgin də 2 fal yedin, görürsən doymusan, növsün çəkib bir fal deyirsən, artıqlıq eləyirsən, başlayır mədən ağrımağa. Suyun özünü də birinci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da. Hər şeyin ifratı, artıq dərəcəsi ziyan verdiyi kimi bu musiqidə də var, şeirdə də var. İndi görürsünüz kimlər şeir yazırlar və yazıçılar ittifaqına üzv olurlar. Bunu görürsünüz. Amma bu xalq böyük Füzulilər, Nəsimilər, Nizamilər, Həsənoğlular yaradan, Seydəzimlər yaradan, Sabirlər, Cavidlər yaradan bir xalqdır. Agah ol gör ki, nədir nalə-i ney, nəğmə-i tar, nədir ol xüşkü olan çubidə bu nalə-i zar, ki sədasından onun qarət olur səbr-i qərar. Açma sən pərdəni. Açma sən də öyle. Yəni aça bilmirsən sən o pərdəni. Bu açma sən aça bilmirsən mənasındadır. Sən aça bilmirsən ay ağıl. Sən ağlın kamalını olacaqsan. Savadın olacaqsan deyir ki, orada olan sirriləri sən biləsən. Bilməyəndə deyirsən bu pisdir. Bəzi insanlarda var axı, bir şey bilməyir. Deyir ki bu pisdir. Dürbüzü qənət quyruq qoyuruna. Sənin əqlin, düşüncən, dərk etmə qabiliyyətinə o səviyyədə olmadığına görə sən ona deyirsən ki, yox olmaz bunu götürün qoyun bir yana. Açma sən pərdəni, açmazsan. Əslində belə açmazsan, yəni aça bilməzsən. Pərdəni hər pərdədə var
100 əsrlər. Qoymaz ol tarı müğənni, niyə ağuşundan? Biraz sinəsinin ürəyinin üstünə qoy bunu. Bir vaxtlar tarı dizlərinin üstünə qoyub salırmışlar. Mən belə eşitmişəm. O musiqi nəzəriyyəçilərindən tarı. O indi də var. Heç paslarda bu dağa diz üstə salmırlar. Sonra görüblər, yox bu tar ürəyin başına qoymaq üçündür. Götürüb qoyub onu yox. Başlayıb ürəyinin başına. Qoymaz ol tarı müğənni, niyə ağuşundan? Düşməz ol xanə bərəndazilərin duşundan. Huş ilə güşədə hər kimsə gedər huşundan. Hər kim fəhmlə qulaq assa, diqqətlə qulaq assa, başa düşmək, öyrənmək mənasında qulaq assa, huşundan gedər, taşar. Bayılar, o Füzulinin sözü var, bayılar gedər özündən. Pəmbəyi qəfləti, qəflət pambığını. Bir şeydən, görürsən, hərdən pambıq tıxıyır qulağımıza ki, lazım olmayan bu səsi eşitməyək. Sən də deyir, ürəkvün qulağından qəflət pərdəsini götür. Eşidəsən ağıllı başlı, fəhminən. Pəmbəyi qəfləti çək sən daxı can güşündən. Bu qulaqdan yox ha, ürəyin, könül, ürək var. Amma könül deyilən bir şey yox. Onu ürək operasiyası eləyən kimlər bilir. Orada axırsan könül deyilən bir şey yoxdur. Könül ruhani varlıqdır. Könül insan hisslərini yaşadan mı, qoruyan mı bir insanın öz təxəyyülünün nəticəsi olan bir sözdür, könül. Ədəbiyyatda da ən çox işlənən söz könül sözüdür. İndi bəzən onu ürəkə aid edirlər, yoxdur, ürək kimi də istifadə edirlər ondan. Qoymaz ol tarı müğənni, niyə ağuşun? Necə onu ürəyinin başından yerə qoymur? Düşməz ol xanə bərəndazilərin duşundan. Duş çiyindir. İndi gör, hara gedir çıxır Seydəzim. Bir dəfə bunu həkim qanı xırdaladı belə, ötəli belə. Mən də ondan öyrəndim. Düşməz ol xanə bərəndazilərin duşundan. Bu, hərdən bu xarici ölkələrdən göstərirlər ki, güya haradasa insanlar küçədə yatırlar, evləri yoxdur, şey deyirlər, onlara bomuş deyirlər, onlara bomuş. Bez apırdilyonlu mestre jitilisti var, bomuş. Xüsusi yaşayışı, evi olmayan adamlar. Onları təqdim edirlər bizə ki, burada insanlar gör necə pis yaşayır ki, küçələrdə yaşayırlar. Amma əslində elə deyil. Küçəni özü üçün ev eləyən insanlar var, deyir, mən küçədə yaşayıram. Almaniyanın kansileri 20 il kansiler oldu. Ancaq şeydə yaşayırdı, oteldə yaşayırdı. Evi yoxdur. Vardasa da o deyirdi ki, mənim bir dana atamın evi var, belə başqa evim yoxdur. Onlar xaricilərin çoxsu otellərdə yaşayırlar. Ev alıb, villa, dəmdəskə, yoxdur onlarda elə şey. Bu müjdə belə bir şeydir. O işin aşıqıdır. O küçə həyatını özü üçün yol seçib, istiqamət seçib. Onun bir dənə ədyalı var, onun üstündə qaşıq da orada, nimçə də orada, nanə da orada, sonra nə bileyim, lobiya, noxud da orada, hər şey oradadır. Çöləgi dazı da oradadır. Bugün burada yatdı, sabah atır çiydinə, getdi də, Allah bilir, hansı gedib küçədə, hansı məhəllədə yatacaq. Gör, hardan hara Seydəzim sözü gətirib. Qoymaz ol tarı müğənni, niyə ağuşundan? Düşməz ol xanə bərəndazilərin. O bomujlar ki var deyir, onların bütün evi, varı, dövləti, pulu, hamısı o bir dənə ədyalın içindədir, atır, getdi, bu bunun növə işidir. Böyle yaşayır bu. Bax, əsl sənət adamlarının da deyir, böyük sözdür əslində bu, əsl sənət fədailərinin də həyatı belə olmalıdır. Onlar, onun xanəndəsi də belə, şairi də belə, gəldilər Bağdad hakimdən çox vaxtımızı almışam, bu 9 bənddir, hələ bunun bir ikisindən biraz danışlar kifayətdir. Demək, Bağdad hakiminə gəldilər, dedilər ki, Bağdad hakiminə ya, dedilər ki, bir nəfər var, çox böyük alimdir, çox böyük mütəfəkkirdir və şairdir. Dedi, kimdir o? Dedi, vallahi xərabatı həyat kesilir, baxsan onun giyim kecibindən qorxarsan. Amma danışsa, deyərsən ki, bu nə də, bu xəzinədir ki. Dedi, kimdir o, götürün, gəlin o mənim yanıma. Götürdülər, bunu gəldilər. Doğrudan Bağdad hakimi gördü da, insan bu viddə olmaz axı. Dil içindədir bu. İki sual verdi buna. Sədi Şirazi deyir ki, ruyi dərya xəsbə girədir. Dəryanın üzündə baxarsan, nöt var, taxta, zirzibil doludur. Oyun deyir, dəryaya qiymət vermə. Gövhər onun dibindən çıxar.
Ruyi dərya xəsbə girət, zili dərya gərəs. Bunun nə oldu, səsi qırıldı gənə. Mən baxdım belə də, Amerikaya da geçsəm mikrofonum işləməyəcək. Söhbətin ləzzətli yeridir, qoy deyim də bir də. Görüm nə olur da. Bax, baxdı gördü, bu dinə görə, giyim kesimine görə, bu nələrdən danışır, bu başqa bir aləmdir ki. Bunun adı Zikri Ərdəbili idi, Zikri Ərdəbili. Bir xeyli dindirdim bunu, ləzzət aldım bunun söhbətlərindən. Dedi mənə bax, sən gəl mənim sarayıma, mən səni burada Məlik-ü-Şüvəra eləyərəm. Sənə yaxşı maaş kəsərəm ki, bu nə da sən tiyan altından duranlara oxşayırsan. Belə Zikri Ərdəbili, əyibdir bizim silahı. Deyilənlərə görə Zikri Ərdəbili orada bir dənə qəzəl dedi Bağdad hakiminə. Hakimə qəzəl demək belə, yox demək hələ biz asandır. Mənə də zələ deyərəm baş üstə. O Zikri Ərdəbilidir axı. Qəzəli istəyirsiniz deyim üçün, dili biraz çətindir. Baxdı Bağdad hakiminə indi cavab verməlidir bu. Hakim deyir ona gəl mənim sarayıma, dünya malından qəni eləyim səni, insan kimi yaşa da. Gör nə dedi ona. Dedi təbiba, eşq dərdini dəf edənməzsən biz acımdan. Bu eşq dərdini mənim qəlbimdən çıxarda bilməzsən. Çünki bu mənim cövhərimdədir. Bunu nə yumaqla, nə təmizləməklə, nə qaşamaqla bu gedən deyil. Bu mənim rəngim, cövhərim budur. Təbiba, eşq dərdin dəf edənməzsən biz acımdan. Hakim də baxır buna. Məni bu dərdi billah öldürər, əl çək əlazımdan. Əlazi dərdimə canan ləbindən ehtiyacım var. Canan sözünün hərfi mənası can verən, can alan. Şimdi Allah'dır da, biz canan sözünü başqa mənada qələtə məşhur olub da dilimizdə. Əlazi dərdimə, mənim dərdimin əlazi canan ləbindən. Ləb sözü dodaqdır hərfi mənada. Amma ürfan mənasında Allah'ın feyz verici bir hikmət dəryası, belə bir şey var. Ürfan mənası var. Biz elə bilirik ki, Füzuli bir dənə söz deyəndə ki, ey xoş ol günlər ki, mən həm razıdım canan ilə. Böyle gözəl qızdan danışırlar. Xeyr, ged ürfani kəlamları, məna, təsəvvüfə görə, qoy mənalarının bir-birinin yanına gözləsən, tamam başqa şeydən danışır. Təbiba, eşq dərdin dəf edənməzsən biz acımdan. Məni bu dərd billah öldürər, əl çək əlazımdan. Əlazi dərdimə canan ləbindən ehtiyacım var. Əlazım hasil eylə, ey müalis ehtiyacımla. Belə duxun çatır indiki. Belə duxun çatır, mənim əlazımı belə o kişidən istəyin əlazım. Yoxsa belə sən mənim... Çünki eşq dərdinin dəvası qabili dərman deyil, Füzuli deyir. Tərgicam derlər bu dərdin mötəbər dərmanına. Bu eşq dərdinin əlacı ölməkdir. Bax, Məcnun ölür, Leyli ölür. Şeyx Sənan ölür, Xumar ölür. Əsli ölür, Kərəm ölür. Fərhad ölür, Şirin ölür, Xosrov ölür. Hamısı aşıqlar, qəhrəmanlıq dastanlarını, məhəbbət dastanlarını, qəhrəmanları hamısı ölür. Başa düşdün? Əlazi dərdimə canan ləbindən ehtiyacım var. Əlacım hasil eylə, ey müalis ehtiyacımdan. Palasi fəqlə, fəqirlik palazı. Palazı, palazı, adi palaz sözüdür. Əslində bizim söz deyil, ərəb sözüdür. Palasi fəqr ilə, fəqirlik palası ilə mən ki giyinmişəm, o əfqanları görürsünüz, bir də ədyalfason atıblar dallarına, keçmişdə hələ olub, xərabatı adamlar hələ geziblər, dolanıblar. Hələ bizə əfqanın pulu yoxdur almaq onu, varıdır, pulları çoxdur. Amma onlar o həyat tərzini, xərabatı həyat tərzini seçən adamlardır, dindar adamlardır. Belə hesablanır. Palasi fəqr ilə seyri təcərrüddə, özümü ki təcrid eləmiş cəmiyyətdən, bu mənə xoşdur. Fəqirlik palazı. Bir dənə şeir var, Allah'ın dostu, görüm yadıma düşür. Çün fənaş. Çün fənaş. Hər kim deyir, qoy təcrübəsində bir beyt şeir var. Deyir ki, hər kim fəqirlik libası ilə özünü bəzədi. Fəqirlik libası bu libasdan deyil ha. Yəni, mənəvi fəqirlik. Bizim dilimizdə fağır sözüdür. Fağır sözü birdən fağır deyəcək, fağır özünsən, mən fağır da şoğuram. Amma
ürfanda, təsəvvüfdə fəqirlik çox uca bir mərtəbədir. Mənbə Seyid Ordubadının atası deyir ki, fəqirəm, bəxtiyaram. Fəqirəm, amma bəxtiyaram. Hələ ləqəbi də fəqir Ordubadı olur. O fəqirdən bəxtiyar olar. Bu deyir, fağıram. Fağır necə bəxtiyar olar? Fəqirəm, bəxtiyaram. Sanma ki, bir tirə bəxtim var. Elə bilməyinə bəxtim qaradır. Yox. Mən məhəbbət bülkünün sultanıyam. Öz tac təxtim var. Fəqirəm, bəxtiyaram. Sanmayın ki, tirə bəxtim var. Məhəbbət, məlahət bülkünün sultanıyam. Öz tac təxtim var. Bu padişahlar var 30, 40, 50 il, 100 il hakimiyyətdə otururlar. O mütləq bir gün gedəcək. Çünki bu adi dünya həyatı, bu qutarmalıdır. Mən ki, məhəbbət mülkünün padişahıyam, bu padişahlıq sona yetəndə ki, mən elə oradan da qəbirə gedəcəm. Burada seçki də yoxdur, heç ona ehtiyac da yoxdur, seçib seçilmək də yoxdur. Mən özümü fəqirlik padişahı, gözəllik mülkünün padişahı eləmişəm. Özüm öz əlimlə, öz gücümlə. Fəqirəm, amma bəxtiyaram. Fəqirəm, bəxtiyaram, sanmayın ki, tirə bəxtim var, məlahət mülkünün sultanıyam. Öz tac təxtim var. Bu tac təxtdən düşmək yoxdur. Bax, ona görə də Allah Seyyid Əzmi rəhmət eləsin. Bu deyir bunu, palasi fəqr ilə seyri təzərrüddə yerim xoşdur. Səriri səltənət zövqünü alır köllü mizacımdan. Mənim bu həyatım ki var, o sazın üstündə kündəni pişirib yiyirəm, mağarada yaşayıram. Bununla mən səriri səltənət zövqü alıram. Böyük padişahların tac təxtindən ala bilmədiyi zövqü mən öz bu xərabatı həyatım. Bax, mən bunu zövqü buradan alıram. Mənim üçün bu, çetin dögü sən mənə mani olma. Hakimə deyir, könül güzgüsünə, könlümün güzgüsünə, könül güzgüsünə xakistəri fəqrim cila verdi. Qina zəngin qənaət seyqəli sildi züzacımdan. Gözü dili ağırdı. Güzgü özü nədən yaranır? Torpaqdan yaranır da. Qina zəngin qənaət seyqəli sildi züzacımdan. Həyatımdakı qənaətçiligim, mərifətçiligim, səxavətli olmağım, insanpərvərligim, mənəviyyat sahibi, bütün bunlar mənim könül güzgünü gəlir arada bir siləsən axı. Mənim o xislətim, mənim könül güzgünü parlaq ilə. Deyir ki, hər qəlbidə ayinə kimi olmasa ləkkə, kesmirsən güzgünün qabağına, gözlə güzgünün üzü tozludur, səni yaxşı göstərməyəcək. Bir daha əski götürürsən, silirsən, parıldayır, baxırsan, paltarını düzəldirsən. Şair deyib ha, gör nə deyib ha, görün nə deyib. Hər qəlbidə ayinə kimi olmasa ləkkə, gəl yaxşı gezib axtarasan, oradadır Məkkə. Hər qəlbidə ayinə kimi olmasa ləkkə, gəl yaxşı gezib axtarasan, oradadır Məkkə. Bax, şair də deyir ki, könül güzgüsünə xakistəri fəqlim zila vermiş. O qəlb könül güzgündə parlaqlıq var ha, parıldayır. Fəqirlik torpağım ona zilanı, parıltını verib. Güzgü özü də torpaqdan yaranır, hər şey torpaqdan yaranır. Qina zəngin qənaət seyqəli sildi cüzacımdan, gədayəm. Gənə deyirsiniz ki, necəyən gedayəm? Adam adama geda deyər. Təsəvvüfdə gedalıq uca zirvədir. Dilimizdə qələt məşhur olub. Deyərsən, birdən azığı gələr. Amma gedalıq uca bir mərtəbə hesab olunur. Allah dərgahına gedən yolda 4 dənə mərtəbəni çıxmaq mənasında çox uca bir məqam hesab olunur. Gedayəm. Gerçi qədrim yox. Amma heyf ki, qədir bilənim yoxdur. Mən gedayəm, qədir bilənim yoxdur. Gedayəm, gerçi qədrim yox. Və lakin eşq feyzindən şərafiyyət tapır taci kəyan pəşminə tasimlə. Bu, görmüşsünüz, əfqanları mən çox misal çəkərəm. Başlarına bir tane belə bir şey qoyurlar. O da həmin belə bir, o yundan olur o. Yundan olan papaq nə olacaq? Əski parçası kimi bir şeydir. Papaq yundan olmaz axı. Papaq deyir ki, gedayəm, gerçi fəqrim, qədrim yox. Və lakin eşq feyzindən, eşqin gücündən şərafiyyət tapır tazi kəyan. İranda kəyanilər sülaləsi olub. Neçə yüzül hakimiyyətdə olublar. Kəyan sülalələrinin padişahları, gəlin maşın, şərafiyyət kəsb edər tazi kəyan. Mənim bu başıma qoyduğum əski var, əski deyirlər onu. Əski kimi qoymuşam başıma. Bu mənim üçün kəyan padişahlarının tacından da artıqdır mənim üçün. Bu fəqirlik məqamında. Qoy bunu dediyim, üzr istəyirəm sizdən. Dönə üzr istəyirəm.
Gədayəm gərçi qədrim yox və lakin eşq feyzindən, şərafiyyət tapır tazi kəyan pəşminə tazimdən. Tulu-i süfüdən, xahiş edirəm buna qulaq asın. Bu Şahbeytdir. Tulu-i süfüdən bunu hakimə deyir. Hakim baxır buna, bu nə danışır? Özü də bədahətən qəzəl demək çətin şeydir ha. Bir dana Füzuli qəzəl deyib bədahətən. Bir də zikirlər də bilir. Tarixdə ikinci belə bir hadisə yoxdur ki, şair bədahətən qəzəl desin. Meyxana demək asandır və meyxana var. Saat onlara deyərəm sənin üçün. Qəzəl başqa şeydir. Füzuli deyir, qəzəl xirədməndilər sənətidir. Qəzəl arif, ağır adamların məşğuliyyətidir qəzəl. Tənuri sübhüdən, sübhün təndirindən, xahiş edirəm qulaq asın. Sübhün təndiri, ay hacı sözə baxa. Tənuri sübhüdən, sübh namazını duranlar görürlər onu. Sübh yedi qıpqırmızı qızarır, təndiri oxşayır. Hələ bir təndir qızarıb. Günəşi də bənzədir, o təndirdən çıxan çörəkə. Qıpqırmızı. Hər gün mən gebdən alıram ondan, Mərdəşanda asırlar. Hərəkətdə də bir şey asır. Hər gün gebdən lap kirdə qızarmışından alıram, and olsun Allah. Gör şair nedir? Tənuri sübhüdən, pencaşeşi xurşidə meylətməz. Aydan, aydan, aydan. Heyf bizim poeziyamızdan, heyf. Siz bilirsiniz ne boyda, hele siz bilenler size, bana bizim başımız belalıdır ve Allah'ın olsun. Bir sürü neler var. Sonra mənə deyirlər, sən bu qəzəllərdən də oxumursan, amma oxuya bilmirəm ben daha onu. Vallahi mən oxuya bilmirəm bunları. Mən daha cəfəngiyyat oxuya bilmirəm. Çünki mən külbaş getmişəm, baş aparmışam onlara. Xalq gedir, qaz vurur, qazan doldurur. Bu şeylərlə, xırda-mırda şeylərlə. Mən qalmışam, deyirlər, o çetin şeyler oxuyur, lazım deyil. Gedin o birini getirin, adını demirəm daha. Sübhün təndirindən, tənuri sübhüdən, pencakeşi xurşid. Biz ne dedi? Güneş cip-cizdə çıxır belə, qıpqırmızı, hələ bir təndir söylüyordu. Hələ bir təndir söylüyordu. Onu da, bunu belə ilan görsün cip-cizdə alır. Bu parmakları güneşin şuvalarına bənzədir. Şuvalar var axı güneş sıxanda. Başa düşdün? Həm də ki, belə tutsanda mütləq buradakı dairə şəkil alınır, ona görə deyir. Tənuri sübhüdən pencakeşi xurşidə güneş adlı çörəyə meyl etməz o adam ki, yeyə bir nanizov, mənim bu para sazımla. Hər kim gəlib o saz görmüşsünüz də, bayırda qoyur arvadlar onu, o vaqqaz olmayanda sazla bayırda xörək pişirərlər. Daşın üstünə qoyur, atıblar xəmiri, qapqara qaralı. Hamı da yiyirdi, gedirdi, noxoşlayan zat da yoxdur. İndi uşağı türtürlə pambığı içində saxlayırlar, 52 mindən noxoşluq tutulur onu. Mənim növələrim vardı, Həsən yaxşıdır maşallah. O günlər bir növəsi davlenisi var, 14 yaşı var bunun. 14 yaşı var ki, davlenisi var uşağın, ay ay ay. 20, 15, 28, 30 yaşında ne olacak? Tənuri sübhüdən, pencakeşi xurşidə meyl etməz. İstəməz onu kim? Ya bir nanizov, hər kim mənim bu para sazım, mənim bu sınıq, iki yerə parçalanmış sazımın üstündə atıb qapqara qaraltıcım, güya çörək kimi olan bir xəmir parçasını, qurumuş xəmir parçasını kim yesə, əgər fəqirlik libası ilə özünü bəziyə bilibsə, o gedib dahi tənuri sübhüdən boylanan pencakeşi xurşidə meyl eləməz. Müqərrər ruzini, axırıncı sözə bax. Hakimə deyir bunu, ay Allah, adamı bizi öldürərlər. Müqərrər ruzini, deyirsən ki, mənə deyirsən, gəl sənə qızıl gümüş verim, səni təxtisat sahibi eləyim. Yox, o qərara alınmış ruzi ki var, Allah mənə dünyaya gəlməmişdən mənim üçün qoyub onu, o ruzini. Əgər insanlar o ruzinin qabağını kesməsələr, o ruzi mənə satacaq. Ruzini kesən insanlardır. Mən 10 il internatda işləmişəm, biz onu da 13 nömrəli internatda. Orada tam dövlət təminatında olan uşaqlardır. Gündə 5 dəfə yeməyində də işləyirlər, mən işləmirəm orada.